Hörmətli izləyicilərimiz, bugün sizə Masazır qəsəbəsində bir tərəfi Zaur Həsənov küçəsinə, bir tərəfi General Hakim Abbasov küçəsinə düşən asfaltdan 100-150 metrlik məsafədə 569 nömrəli marşrut dayanacağından 100 metrlik məsafədə evin də, torpağın da kupçası olan köhnə məhəllədə köhnə tikili evlə tanış edirəm. Dəyərli izləyicilər, evin hardasa 10 yaşı olar, yəni 10 ilin evidir dəyərli izləyicilər. Deməli, bura evin giriş qapısıdır. Girişdə geniş dəhlizi, qazı, suyu, işığı hamısı qaydasındadır. Kanalizasiya mərkəzləşdirilmiş kanalizasiya sistemi. Hamamın aksesuarlarına qədər qaydasındadır. Düzdür, kafeli metlağı biraz köhnə zövqə uyğundur. Deməli, radiatorlar hamısı qaydasında. Bura evin qonaq otağıdır. Gördüyünüz bütün əşyalar qalacaq. Sənət kupçadır. Evin də, torpağın da kupçası var. Qoşa kubiklə tikilib, raşotkalarına qədər qaydasındadır. Şüşələri buz şüşədir. İnternetinə qədər qaydasındadır. Evin qiyməti 56.500 manata təklif olunur. Krişiyə çıxmağa yeri var. Çornu poluna qədər qaydasındadır və qeyd edeyim ki, evin üstündə ehtiyac su çəni də var. Mətbəx mebeli, soyucusu hamısı qaydasında, radiatorlar qaydasındadır. Evdə artıq uzun müddətdir ki, yaşayış yoxdur. Və yerləşdiyi yer elə bir yerdir ki, həm yaşamaq üçün, həm də bugünkü gün kirayə vermək üçün rahat, yəni kirayədə vermək mümkündür. Həyətyanın sahəsinə rahat şəkildə avtomobil daxil olur. Qeyd edim ki, ev Masazır qəsəbəsindədir. 569 nömrəli marşrutdan 100-150 metrlik məsafədədir. Köhnə evdir, qoşa kubikdir, navesinə qədər qaydasında, yerdən kürsülü evdir. Kombisinə qədər qaydasında, gidrafonu, qazı, suyu, işığı, sayğacları. Mən deyərdim ki, ən geniş küçəsi olan evlərdən biridir. Evin qarşısında da rahat 1-2 avtomobil saxlamaq mümkündür. Demək, buradan sola da asfaltdır, sağa da asfaltdır. Məktəb də buradan üzbəüz hardasa 800 metr, 700 metrdən sonra məktəbdir. Qiymət 56.500 manatdır, endirim də nəzərdə tutulub. Sağ olun.